üçün çox əziz olan bir hadisəmiz. Övladım Hüseynzadə Ramazanın və əmisi Hüseynov Bilalın xatirəsinə həsb olunmuş 2 nəfəs Bir Vətən adlı kitabın təqdimatını bildirdik. Ramazan Xocalının azadlığı uğrunda canından keçdi. Ramazan haqqında mən çox şey danışabilirim. Bu haqda Naxavan xanımlarla danışmışam. Hər dəfə mənə sual verəndə, yəni bir kitab yox, Ramazan haqqında dastanlar yazılsa belə azdır. 23 yaşına yəni yaşamasına, ömür sürməsine baxmırlar. Ramazan mənim hələ kiçik yaşlarında. Ramazan mənim ən böyük dayanım. Oğlum qanadımdır. O cəsur, fədakar olur. Ramazan haqqında qısa bir şey danışmaq istəyirəm. O, hərbidə işləyəndə hər dəfə evə gəlməyi mənə sürpriz edir. Mən sevindirməyi, yəni həmişə istəyirdi ki, anam sevinsin. Mən adətən xunada olurdum. Qapının dəstəyini eşitməyi, yəni eşidirdim ki, qapının dəstəyinin səsi verir. Mən qapıya yürüməmiş, Ramazanın gəlişini hiss edirdim ki, Ramazandan öncə onun əhtirə nisif olur. Görən kimi boynunu uzarayıb, bağlına basırdım. Onun əhtirə nisif təsəvvür edilmiş günlərlə mənim üzərimdə gedir. Allah səbr versin. Bu kitab, bu yazılmış bu kitab mənim üçün sadə bir söz deyil. Mənim övladımın nəfəsidir. Qardaşım Hilalın izidir. Hilal və Ramazan kimi oğulların fədakarlığı vətənimizin azadlığı uğrunda misilsiz nümayənddir. Mən oğlumla fərq edirəm. Mən oğullarımla fərq edirəm. Mən vətənə 5 can vermiş bir ailənin nümayəndəsi olaraq öz ailəmizlə fərq edirəm. Ordumuzla fərq edirəm. Mən vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhid övladlarımızla, bütün şəhid qardaşlarımızla fərq edirəm. Sonda Naxavan xanım, sizə təşəkkür edirəm. Mən də sana Sizin yazdığınız bu kitab bizim ailəmiz haqqında. Yəni 2 nəfəs Bir Vətən adlı kitab təkcə bizim ailənindir. Bütövlükdə Azərbaycanımızın misilsiz, yəni tarixi. Bu kitabı yazarkən sizin necə zəhmət, necə əziyyət çəkdiyinizi, bizim çəkdiyimiz arzuları bizlə bərabər yaşadığınızı, yəni hiss elədiyinizi mən bir daha şahidi oldum. Qəlbi kövrək, gözəl insan. Sizə təşəkkür edirəm. Qoy sizin qələminiz daim iti olsun, qəlbiniz ilham dolu olsun. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Belə kitablarla inşallah şəhidlərimiz haqqında çoxlu belə kitablar Yeter bu kitabı mən göz yaşına yazmışam. O 2 qız bir nədən bir bacı nəfəsi var. Ramazanın evlənizlə danışdığı mən belə göz yaşına yazmışam. Evdə nə qədər qonaq yerlərini alırsan, bir də bir üst qoxsaqlar oluyarsınız. Bunu kim oxsaq oluyar. Ramazan 10 yaşında Tatarstanın paytaxtı Kazanda 3-cü sinifdə oxuyur. Bir gün Rüstünün müəllimə sinifə girir, bir ki, bugün Rus hər bir şagirdə Rusiyanın dövlətini oxuyacaq. Heç bir uşaq onu oxuya bilmir.
Amma Ramazan durur ayağa, deyir ki, müəllimə icazə verin, mən Azərbaycanın dövlət himnin, Azərbaycan dilini oxuyum. Ramazan müəllimə baxır, Rus Azərbaycanlı, 10 yaşlı Azərbaycanlı. Müəllimə aciz Ramazan üzünə baxır ki, bu uşaq məndən nə istəyir? Mənə bir Azərbaycan dövlət himni oxuyur. Sadəcə sual verir, bilirsən ki, dövlət himninin sözləri, musiqisi kimindir, bilirəm. Üzeyir Hacıbəyovun, Əhməd Zağadan. Ramazan Azərbaycan dilində, Rusların, ermənilərin qarşısında Azərbaycanın dövlət himnidir. O himni oxuduqca elə bir ki, Şuşa qayalarındadır, Kəlbəcər qayalarındadır, Xocalıda, Xankəndidə, bütün müharibə bölgəsindədir. Və həmin gün bütün Rus məktəbi 10 yaşlı uşağın oxuduğu mahnıda anlaşır. Ondan sonra Ramazanla evlənib atasına deyir ki, biz Rusların içində qalıb oxumaq istədik. Bizi öz vətənimizə başlayır. 10 yaşlı, 9 yaşlı vətənpərvər uşağın valideyndən tələb etdiyi tələb edir. Demək bu uşaqlar körpə yaşlarına vətənpərvər tutarıyor. Onu da vətənpərvərlər ruhda yəqin ki, pərvər olur. Mən də sənə inanırım. Biz bu